Fərhad, sən bizə çox pis təsir eləmişsən. Biznes cəmiyyəsi yığılmışdır. Yeni ilin qeyd edirdik. Böyük bir tikinti şirkətinin satış direktoru mənə yaxınlaşdı. Mənim də qoqras o vaxtları daşınmaz əmlakla bağlı 4 dənə videom çıxıbdı, proqnozlarımla bağlı. Gülə-gülə mən də ki, Fərhad, sən bizə çox pis təsir eləmişsən. Amma nə demirsənsə düzdür. Yenə bir dənə səhvin olub ki, 26-da yox, 27-də olacaqdı. Bizim əsas məqsədimiz 26-da heç olmasa tikinti xərclərini çıxartmaqdır. 27-də nə olacaqsa olsun. Mən deyirəm, aldatmayın da insanları da. Yəni ki, niyəsə lazımdır. Qiymətləri salın aşağı, yəni insanlar ev alsın. Ev çox vacibdir. Mənə çoxlu sual. İndi ev alaq yoxsa yox? Deyirəm, ev indi al. Pulun varsa aldı. Ev investisiya deyil. Ev belə bir yerdir ki, harda ki bütün dünya dağılsa belə, sən bütün işlərindən çıxartsalar belə, heç bir sıfır manat pulun olsa belə, bir məkan olacaq ki, suyu yox, işığı yox, qazı yox, amma oturub orada nəsə yenidən başlaya bilərsən. Sən əgər evin yoxdursa, sən heç nə edə bilməzsən də. Bu sənin anti-zərifliyindir də, yəni tərkib hissəndir. Ona görə istənilən pula gedal gedən indi ev. İkinci ev alımı, üçüncü ev alımı yox, deyirəm, gəl S&P 500-ə yatır gedən ya da bir fond birjasına bir portfel qur özünə 8-9% dollardan rahat şəkildə uzun müddətli qazanacaqsan. Azərbaycanda dollarda qiymətlər 2014-cü ilin səviyyəsinə gəlib çatıbdı. Hələ indi bütün bu artımla. Əgər siz 2014-cü ildə dollar da qiymətləri götürsəz və bugün daşınmaz əmlakın qiymətləri dollarla eyni qiymətlərdə heç nə qalxıb, heç nə artım olmayıbdı son 10 ildə. Reallıq budur.